Allahu Ekber, Allahu Ekber. Bugünkü videomuzda Allah Rasulunun namaz qılma forma və şəklini göstərəcək. Allahu Ekber deyərək səcdədən qalxardı. Və səcdədən qalxdıqda bu hala iki səcdə arası deyilir. Bu cür Allahın qarşısında dayanmaq zəlilliyin formasıdır. Bu cürlə dayanmaq isə əskərlikdə komandirin qabağında olur. Allahın qarşısında isə bu cürlə dayanılır. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, ən çox verilən suallardan biri də Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləmin namaz qılma şəkili, forma və şəkili necədir? Və bu barədə video hazırlamağı neçə vaxtda əlhamdülillah ki, müsəlmanlar belə bir videonun hazırlanmasını istəyirlər və Allah subhanahu ta'ala sonsuz sayıda həm sənalar olsun ki, Rəbbimiz bu videonun çəkilişini bugünə bizlərə nəsib etdi. Allah həmd olsun. Və bu günləri çalışacağıq Allah Rasulü sallallahu aleyhi və səlləmin hədisini rəhbər tutaraq sallu kəmə rəaytumuni usalli, mənim necə namaz qıldığımı görürsünüzsə, elə də namaz qılın hədisini rəhbər tutaraq Allah Rasulunun namazını təkbirdən təslimə qədər ən səhih hədislərlə necə gəlibsə çalışacaq ki, onu baxanlara, dinləyənlərə inşallah təqdim edək. Allah subhanahu wa ta'ala'nın izni ilə 2 rükətli, həmçinin 3 rükətli və həmçinin 4 rükətli namazların qılınma forma və şəklini göstərməyə çalışacaq. Və bu video əsnasında namazda olan bəzi xətaları həmçinin göstərəcək, həmçinin fiqhi məsələlərə, müəyyən fiqhi məsələlərə toxunacaq və həmçinin də müsəlmanların namaz əsnasında etdikləri hərəkətlərdə hansı səhvlər və yaxud da hansı xətaları ediblərsə, onları da söyləməyə çalışacaq. Bildiyimiz kimi, Allah Rasulü sallallahu aleyhi və səlləm ilk olaraq namaza başlamamışdan öncə qibləyə yönələrdi. Qibləyə Allah Rasulü sallallahu aleyhi və səlləm yönələrdi. Və qibləyə yönəlmək mütləqdir. Qibləyə yönəlmək mütləqdir. Və bundan sonra niyyətin olmasıdır. Burada bir məsələyə toxunaq ki, görürsən ki, bəzi müsəlmanlar namazdan öncə niyyət etdikləri zaman səsli olaraq niyyətlərini söyləyirlər. Biz niyyət etdik Allah rızası üçün sübh namazını qılırıq və yaxud da zöhr namazını qılırıq. Lakin Allah Rasulunun sünnəsində belə bir şey varid olmayıb. Onu Allah Rasulü buyurur ki, sallallahu aleyhi və səlləm, əməllər niyyətlərə görədir. Artıq insan hansı namazı qıldığına, hansı namaza getdiyi zaman, hansı namazı qıldığına artıq onun niyyətində var. Və sən sübh namazına durmusansa, bilirsən ki, sübhü qılırsan. Bu artıq niyyətdir. Ehtiyac yoxdur o niyyəti dilə gətirməyə. Ehtiyac yoxdur o niyyəti dilə gətirməyə. Bu da, yəni, namazda yol verilən xətalardandır və çalışın ki, hər bir müsəlman bu xətanı nə etsin? Düzətsin. Çünki namaz o vaxtı səhih və doğru olacaq ki, o Allahın və onun Rasulunun əmri kimi olacaq. Buyurduğu kimi olacaq. Yəni, sənin öz istədiyin şəkildə yox. Sənin öz istədiyin formada qılmaqla yox. Allahın əmr etdiyi və onun Rasulunun əmr etdiyi formada olduğu zaman namaz qəbul olunmuş və səhih olacaqdır. Allah Rasulü sallallahu aleyhi və səlləm namaza başlamamışdan öncə, yəni təkbiratul ehram, təkbiri gətirməmişdən öncə heç bir şey deməzdi. Namazı iqamə verilər, iqamədən sonra Allahu Ekber deyər, namaza durardı. Bəzən müsəlmanlar namaza başlamamışdan öncə görürsən ki, səhvlərdə dayandığı zaman kimisi Əuzubillahimineşşeytanirracim, kimisi əstəğfirullah, əstəğfirullah, əstəğfirullah zikirləri edir. Belə bir şeylər sünnədə varid olmuyor. Allah Rasulü iqamə veriləndən sonra, Bilal radiyallahu iqaməni verdikdən sonra Allah Rasulü təkbir gətirər, namaza nə edərdi? Durardı. Deməli, təkbiratul ehram, yəni namaza giriş təkbiri necə edilərdi? Allah Rasulü sallallahu aleyhi və səlləm bizlərə öyrədib ki,
namaza girdiyin zaman təkbiratul ehram, yəni təkbiri gətirdiyimiz zaman Allahu Ekber dedikdə Allah Resulü sallallahu aleyhi və səlləm əllərini nə bu cür nə şəkildə aralayar, yəni belə eləməzdi. Həmçinin belənsə də bükməzdi. Bunların ikisinin arasında orta bir yol tutardı. Allahu Ekber dediyi zaman barmaqlarını çiyin istiqamətində qədər çiyinə qədər və yaxud da qulaqlarının bu uc hissələrini, yumuşaq hissəsinə qədər nə edərdi? Qaldırar. Yəni bu baş barmağını bura qədər qaldırardı. Və ondan sonra təkbiri gətirəndən sonra əllərini sinədə bağlayardı. Burada da bir şeyə toxunmalıyıq ki, bəzən müsəlmanlar təkbiri bu cür nə gətirirlər? Allahu Ekber. Bu xətadır. Bu cür nə? Sünnədə gəlməyib. Həmçinin xətalardan bəzi imamlar görürsən ki, bu cür nə əllərini qulağında tutur və Allahu Ekber deyir, bu cür nə dayanır. Bu da xətadır. Belə bir şey gəlməyib sünnədə. Və yaxud da təkbir gətirdikləri zaman Allahu Ekber deyib səmaya baxar, sonra əllərini bağlayardı. Bu da xətadır. Allah Resulü sallallahu aleyhi və səlləm bu cür namazın təkbirini bizlərə bu cür göstərməyib. Çiyin bərabərliyində və yaxud da qulaqlara qədər qalxar və təkbir gətirilərdi. Və bu təkbir əsasında da Allah Resulü bu cür nə edərdi? Allahu Ekber və yaxud da Allahu Ekber. Bu cür nə şəkildə? Təkbir gətirərək əlləri sinədə bağlayardı. Təkbirdən sonra, dəyərli müsəlmanlar, Allah Resulü sallallahu aleyhi və səlləm namazın açılış duasını oxuyardı. Və necə ki, sahabələr söyləyir ki, Allah Resulü Qurandan hər hansı bir surəni bizə əzbərlətdirdiyi kimi, bu açılış duasını Subhanəkə Allahumma və bihamdik və təbərək əsmuk və təalə cədduk və la iləhə qayruk. Bu duanı bizlərə öyrədərdi. Ondan sonra Auzu billahi minəşşeytanirracim Bismillahirrahmanirrahim deyər və bundan sonra Allah Resulü Fatih surəsini oxuyardı. Fatih surəsindən keçməmişdən öncə söylədiyimiz kimi təkbir gətirəndən sonra Allah Resulü əllərini sinədə nə edərdi? Bağlayardı. Ümmətin bütün alimləri, Allah həmd olsun, ittifaq ediblər, icma ediblər ki, namaz əsnasında sağ əl sol əlin üzərinə qoyulur. Necə ki, bu barədə Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, biz peyğəmbərlər 3 şeylə əmr olunduq. İftarı tezləşdirmək, saxuru gecikdirmək və namazda sağ əli sol əlin üzərinə qoymaq. Bu hədis dəlildir ki, Allah Rasulundan öncə də peyğəmbərlərin sünnəsidir bu. Sağ əli sol əlin üstünə qoymaq. Necə ki, başqa bir rəvayətdə gəlib ki, Allah Rasulü yol gedərkən bir sahabənin sol əlini sağ əlin üzərinə qoyduğunu gördü. Və arxadan gələrək onun əllərinin yerlərini nə etdi? Dəyişdirdi. Və bu da Allah Rasulunun sünnəsi və bütün alimlər bunda ittifaq ediblər ki, sağ əli sol əlin üzərinə qoyulur. Lakin hansı nahiyədə qoyulmasında ixtilaf ediblər. Hansı nahiyədə qoyulmasında ixtilaf ediblər. Bəziləri aşağıda, bəziləri isə göbəkdən yuxarı tutublar. Lakin səhih görüş, inşallah Allah nəsib edərsə, bu barədə ayrıca bir dərsimiz olacaq. Lakin səhih görüş odur ki, Allah Resulü sallallahu aleyhi və səlləm göbəkdən yuxarı, sinədən biraz aşağı nə edərdi? Əllərini bu cür nə? Bağlayardı. Necə ki, bu barədə Həzrət Əli radiyallahu anhudan və həmçində İbn Abbas radiyallahu anhudan gəlib ki, onlar Allah subhanahu wa ta'alənin bu ayətini oxuduqları zaman fəsalli li rabbika venhər, yəni öz Rəbbin üçün qurban kəs, namaz qıl və qurban kəs. Həzrət Əli radiyallahu anh deyərdi ki, yəni sağ əli sol əlin üzərinə qoy. Subhanallah. Yəni bu cür nə hərafeylini nə edərdilər? Təfsir edərdilər. Və bu məsələdə, yəni sağ əlin sol əlin üzərinə qoyduqdan sonra sinədə bağlanmaq məsələsində bəzən görürsən ki, müsəlmanlar xətaya yol verirlər. Bu xətalardan biri də çəçələ barmaq ilə baş barmağı, biləyi bu cürünə tuturlar və 3 barmağı da bu cürünə qoyurlar. Bu xətadır. Yəni bu cürünə sünnədə gəlməyib. Və həmçinin də bəzi xətalardan bu cürünə tuturlar. Bu da xətadır. Sünnədə belə gəlməyib. Və yaxud da belə tutmaq
bu da xətadır. Və yaxud da bu cür nə tutmaq, bu da xətadır. Və yaxud da əllər yanında olması nədir? Xətadır. Sünnədə varid olan Allah Rasulunun buyurduğu kimi bu cür nə dayanmaq? Sağ əli ilə biləyin üstünə qoyub dayanmaq və yaxud da biləklə dirsəyin arasında orta yerdə nə etmək? Əli sinədə sıxmaq və bükmək Allah Rasulü sallallahu aleyhi və səlləmin sünnəsidir. Əziz müsəlmanlar, namaz barəsində kitablar çoxdur. Oxuduğum və bildiyim ən mötəbər, ən gözəl kitablardan biri də Şeyx Albani rahiməhullahın Allah Rasulunun namaz qılma forma və şəkli adlı, yəni təkbirdən təslimə qədər olan kitabıdır. Bu kitab Allah həmd olsun ki, Azərbaycan dilində də var və həmçində digər dillərdə də tərcümə olunub. Ona görə də istəyənlər bu kitabı götürüb oxuya bilər və Şeyx rahiməhullah ən səhih hədislərlə Allah Rasulunun namaz qılmasını orada bizlərə göstərib, hədislər vasitəsilə. Ona görə də məsləhətdir ki, o kitab oxunsun. Söylədiyimiz kimi, əllər bağlandıqdan sonra, Fatih surəsi oxunduqdan sonra və bundan sonra Allah Rasulü sallallahu aleyhi və səlləm Quran-ı Kərimdən hər hansı bir surəni nə edərdi? Oxuyardı, Fatihdən sonra. Və bir şeyi də nəzərinizə çatdırım ki, təkbir gətirib namaza durduğumuz zaman gözlər yalnız və yalnız səcdə yerinə baxmalıdır. Yəni, düz yox, namaz əsnasında sağa, sola yox, düppədüz səcdə yerinə baxırsan. Hətta rukuya getdikdə də, səcdəyə getdikdə də, səcdədən qalxdıqda da səcdə yerinə baxılırdı Allah Rasulü. Yalnız və yalnız bir yerdən başqa. O da təşəhhüddə, şəhadət, təşəhhüdü söylədiyimiz zaman Allah Rasulü şəhadət barmağına baxmağı bizlərə nə etmişdir? Tövsiyə etmişdir. Bundan sonra dəyərli müsəlmanlar, deməli, Allah Rasulü sallallahu aleyhi və səlləm təkbir gətirərək, yəni Allahu Ekber deyərək rukuya gedərdi. Allahu Ekber. Allah Rasulü sallallahu aleyhi və səlləm bu şəkildə rukuya gedərdi. Ona görə də Allah Rasulü buyurur ki, rukuda və həmçində səcdədə qamətini, yəni belini düzəltməyən bir kimsənin namazına Allah subhanahu wa ta'ala nəzər salmaz. Baxmaz Allah Taala o insanın namazına. Ona görə də Allah Rasulü sallallahu aleyhi və səlləm rukuda olduğu zaman hətta rəvayətlərdə gəlib ki, belinə hər hansı bir stəkanda su qoyulsaydı, o su belindən tökülməz və dağılmazdı. Əllər, hər iki əl, dizlərin üzərində, sanki ovucunla dizlərini edərdi, tutardı. Dirsəklər düz, dizlər düz, bu cür şəkildə nə edərdi? Allah Rasulü sallallahu aleyhi və səlləm dayanardı bu şəkildə. Və bu rukuya getdiyi zaman başı bu cür aşağı əyməz. Bəzən görürsən ki, belə edərlər, qardaşlar, bu da xətalardandır. Düz saxlayar, səcdə yerinə baxar. Subhanə Rabbiyəl azim, Subhanə Rabbiyəl azim, Subhanə Rabbiyəl azim zikirlərini edərdi. Allah Rasulü sallallahu aleyhi və səlləm söyləyərdi bu şəkildə. Və bundan sonra Allah Rasulü rukudan Semiyallahu limen hamidah Rabbena və ləkəl hamd deyərək rukudan Allah Rasulü sallallahu aleyhi və səlləm qalxardı. Burada da bir şeyin nəzərinizə çatdırım ki, bəzən qardaşlar soruşurlar ki, rukudan qalxdığımız zaman, qalxandan sonra Semiyallahu limen hamidah deməli, yoxsa qalxa-qalxa deməli? Səhih sünnədə gəlib ki, Allah Rasulü rukudan qalxa-qalxa deyərdi. Semiyallahu limen hamidah Rabbena və ləkəl hamd. Yəni bu cür şəkildə nə edərdi? Namazını qılardı. Və həmçində bir şeydə nəzərinizə çatdırım, dəyərli müsəlmanlar, namaza durduğu zaman Allah Rasulü sallallahu aleyhi və səlləm ayaqlarını heç bir şəkildə bu cürünə aralamazdı. Bu cürünə aralamaq xətadır. Və yaxud da namazda durduğu zaman Allah Rasulü ayaqlarını bu cürünə də yaxın bir-birinə tutmazdı. Çiyin bərabərlikdə dayanar və bu cürünə namazını tam axıra kimi qılardı. Ruku halından qalxdıqdan sonra
Semiyallahu limen hamidə Rabbənə və ləkəl həmid dedikdən sonra Allah Rasulü sallallahu aleyhi və səlləm təkbir gətirərək səcdəyə gedərdi. Səcdə halına. Burada da bir şeyin nəzərinizi çatdırım, dəyərli müsəlmanlar. Söylədiyimiz kimi təkbirlərdə əllərin qaldırılması sünnədir. Lakin namaz əsnasında 4 dənə yer var ki, Allah Rasulü o 4 yerdə daima əllərini qaldırardı. Digər yerlərdə isə arada qaldırar, arada isə qaldırmazdı. Bu 4 yerdən birincisi namazı girdiyi zaman əllərini qaldırar. İkincisi rukuya getdiyi zaman əllərini qaldırar. Üçüncü rukudan qalxdığı zaman əllərini qaldırar. Necə ki bu barədə İbn Məsud, İbn Abbas radiyallahu anh xəbər verirlər və dördüncü də ikinci rükətdən üçüncü rükətə qalxdığı zaman təkbir gətirər, əllərini qaldırar və ayağa durardı. Digər hallarda oturanda, qalxanda, duranda arada qaldırardı və arada Allah Rasulü sallallahu aleyhi və səlləm qaldırmazdı. Bundan sonra dəyərli müsəlmanlar, Allah Rasulü təkbir gətirərək, Allahu Ekber deyərək səcdəyə gedərdi. Səcdəyə getdiyi zaman Allah Rasulü sallallahu aleyhi və səlləm əllərini bu şəkildə yerə qoyar, burnu ilə alnını da yerə nə edərdi? Qoyardı bu şəkildə. Burada bir şeyi söyləmək yerinə düşər ki, Allah Rasulü sallallahu aleyhi və səlləm səcdəyə getdiyi zaman dizlərlə çökməyi, yoxsa əllə getməyi məsələsi ixtilaflıdır. Və bu barədə bir hədis varid olub Allah Rasulundan sallallahu aleyhi və səlləm buyurur ki, dəvə kimi çökməyi bizlərə qadağan etdi. Və bu hədisdə keçən bir kəlməyə görə alimlər ixtilaf ediblər ki, dəvə çöktüyü zaman onun qabaq ayaqları, onun ayağıdır yoxsa əlidir. Ona görə bəziləri deyiblər dizlə gedir, bəziləri deyiblər ki, əllə getmək olar. Lakin məsələ ixtilaflı olduğu üçün mən daha səhih mənə görə görüş odur ki, səcdəyə getdiyimiz zaman əllərlə getməyi ən doğru və ən gözəl olanıdır. Lakin kimsə dizlə gedərsə, biz ona heç bir söz deyə bilmərik. Söylədiyimiz kimi, Allah Rasulü sallallahu aleyhi və səlləm təkbir gətirdikdən sonra səcdəyə əl ilə nə edərdi? Səcdəyə əl ilə gedərdi. Və bundan sonra Allah Rasulü alnını 7 dənə əzanı yerə qoymağı bizlərə əmr edir. 7 dənə əza hansılardır? Mən bir balaca bu yana əyiləcəm ki, hər bir kəs rahat şəkildə görsün. 7 əza hansıdır? 7 əza arxadan 2 ayaqlar, 2 diz, 2 əllər və həmçində alınla və burundur. Səcdə etdiyimiz zaman bu 7 əza mütləqdir ki, yerə dəyməlidir, əziz müsəlmanlar. Bəzən görürsən ki, qardaşlar alınlarını vururlar, burun qalır yuxarıda. Bu xətadır. Belə etmək olmaz. Çünki Allah Rasulü buyurur ki, Allah Taala mənə 7 əzayan üzərində səcdə etməyi əmr etdi. Ona görə də alınla burun mütləqdir ki, yerə dəysin. Və həmçinin də xətalardandır ki, bəzən daha əksər qadınlar bu halı edirlər. Onlar səcdə etdikləri zaman dirsəkləri yerə qoyurlar. Bu da xəta olan əməllərdəndir. Allah Rasulü bu cür köpəyin oturması kimi oturmağa bizlərə qadağan edib. Səhih olan çiyin bərabərində əllər qoyulur və 7 dənə əza da yerə deyir. Bu cür nə də olmaz? Geniş bir şəkildə aralanmaq. Və yaxud da bu cür nə? Sıx da, dirsəkləri qarnına dayanaraq da dayanmaq icazəli deyildir, dəyərli müsəlmanlar. Səhih olan bu şəkildə rahat səcdəyə getməkdir. Çünki səcdə halı, əziz müsəlmanlar, elə bir haldır ki, qulun Allah subhanahu wa ta'ala ən yaxın olan vaxtıdır. Ona görə Allah Rasulü sallallahu aleyhi və səlləm bizlərə buyurur ki, ruku və səcdədə qamətini düzəltməyən kimsənin namazına Allah baxmaz. Ona görə də o kimsə ki, hansı ki namazı qıldı və Allah Rasulü onu bir neçə dəfə qaytardı ki, ged namazını qıl. Ged namazını qıl və sən namaz qılmadın. İndi təsəvvür edin ki, o insan Allah Rasulünü gördüyü halda Allah Rasulü onu o cürünə qaytardı dəfələrlə ki, ged namazını qıl, çünki sən namaz qılmadın. Və sonunda bizim namaz, biz daha çox üstünlük verməliyik ki,
sünnədə səhih necə gəlibsə o cürə namaz qılaq. Çünki əvvəldə də söylədiyimiz kimi Allah Rasulunun hədisini rəhbər tutaraq sallu kəmə rəaytumuni usalli. Mənim necə namaz qıldığımı görürsünüzsə elə də namaz qılın. Deməli sən ayrıca başqa cürə qılsan Allah Rasulunun etdiyi kimi namaz qılmış olmayacaqsan. O da qəbul deyil. Ona görə də səcdədə də 7 əza yerə deyir və alın burun da o əzalardan sayılır. Və səcdədə də rahat şəkildə dayanırsan və bu cür şəkildə Subhan Rabbiyal Ala, Subhan Rabbiyal Ala, Subhan Rabbiyal Ala bu cür zikirləri söyləyirsən və həmçinin də digər zikirlər hansı ki müsəlmanın qalasında varid olmuşdur, o zikirləri də nə etmək, söyləmək icazəlidir. Və bundan sonra dəyərli müsəlmanlar, Allah Resulü sallallahu aleyhi və səlləm səcdədən qalxar, 2 səcdə arasında oturardı. 2 səcdə arasında oturardı. Yaxşı, onda Allah Resulü 2 səcdə arasında necə oturardı? Bu barədə ayrıca dərsimiz var. Yəni Allah Resulü təşəhhüddə necə oturardı? İstəyənlər o dərsə baxa bilər. Lakin qısa olaraq burada da onu göstərək ki, Allah Resulü 2 səcdədən qalxandan sonra bu cür şəkildə nə edərdi? Oturardı. Deməli, sol ayaq yaslanaraq yerdə və onun üzərində oturursan, sağ ayaq isə barmaqları qibləyə baxır. Bu cür nə? Xətadır. Bu cür nə etmək? Xətadır. Səhih olan bu cür nə? Oturmaqdır. 2 səcdə arasında. Bundan sonra dəyərli müsəlmanlar, 2 səcdə arasında Allah Resulü sallallahu aleyhi və səlləm oturduğu zaman əllərini ya baldırı üzərində qoyar, bu cür nə? Ya da dizlərinin üzərində qoyardı. Rabbi xfirli, Rabbi xfirli, Rabbi xfirli, Rabbi xfirli deyər, sonra Allahu Ekber deyərək səcdəyə gedər. Subhane Rabbiyal Ala, Subhane Rabbiyal Ala, Subhane Rabbiyal Ala, Subhane Rabbiyal Ala. Səcdədən qalxdıqdan sonra Allah Resulü sallallahu aleyhi və səlləm necə ki buyurur ki, sanki xəmir yoğurur kimi, yumruqlarını yerə qoyaraq, sanki xəmir yoğurur kimi əllərini yerə qoyaraq ayağa qalxar, Allahu Ekber deyər, sağ əli sol əlin üzərinə qoyardı. Və birinci rükətdə açılış duasını oxuduğumuz kimi, ikinci rükətdə artıq açılış duasını oxumuruq. Və həmçinin Əuzu billahi minəşşeytanirracim də zikrini söyləmirik. Bunları hamısını birinci rükətdə etdik, kifayətdir. Və Allah Resulü səcdədən qiyama qalxdığı zaman Bismillahirrahmanirrahim deyər və Fatih surəsini oxuyardı. Fatih surəsini oxuyar, Fatihdən sonra Qurandan hər hansı bir qısa surəni oxuyar və ondan sonra yenidən Allahu Ekber deyərək Allah Resulü rükuya gedərdi. Subhane Rabbiyal Azim, Subhane Rabbiyal Azim, Subhane Rabbiyal Azim. Semiyallahu limen hamidah, Rabbena ve lekel hamd. Allahu Ekber. Subhane Rabbiyal Ala, Subhane Rabbiyal Ala, Subhane Rabbiyal Ala. Allahu Ekber. Rabbi gfirli, Rabbi gfirli, Rabbi gfirli. Allahu Ekber. Subhane Rabbiyal Ala, Subhane Rabbiyal Ala, Subhane Rabbiyal Ala. Allahu Ekber. Əziz müsəlmanlar, əvvəldə də söylədiyimiz kimi 2 rükətli, 3 rükətli və 4 rükətli namazların qılınma forma və şəklini göstərəcək. Bu qıldığımız 2 rükətli namazdır. Əgər 2 rükətli namaz qılırıqsa, 2 rükətdən sonra, 2-ci səcdədən qalxandan sonra Allah Resulü sallallahu aleyhi və səlləm oturaraq təşəhhüd oxuyardı. Və ayrıca bu barədə videomuz var ki, təşəhhüdü Allah Resulü necə deyərdi. Qısa olaraq onu söyleyeyim ki, sağ əli yenidən dizin üzərinə qoyurdu, sol da dizin üzərinə və bu 2 barmağı bükər. 2 barmağı bükdükdən sonra baş barmağı ilə orta barmağı birləşdirər və şəhadət barmağını bu cür şəkildə tutardı. Və təşəhhüdü başdan sona qədər oxuduğu müddətdə Allah Resulü sallallahu aleyhi və səlləm yavaş-yavaş bu barmağını nə edərdi? Tərpədərdi.
التحيات لله والصلوات والطيبات السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين. Ondan sonra şəhadəti gətirər. Əşhədu ən la ilahe illallah vahdehu la şərikə ləh və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və sonra Allah Rasuluna salavatı söyləyərdi. Və bu müddətdə də barmağını nə edərdi? Yavaş-yavaş tərpədərdi. Yəni bu cürünə tez-tez etmək xətadır. Və yaxud da dairəvi tərpədmək xətadır. Ya istiqamə deyilir, düz saxlayırsan, ya da başdan sona qədər tərpədirsən. Allahumma salli ala Muhammedin və ala ali Muhammed kəmə salleytə ala İbrahimə və ala ali İbrahim. İnnəkə hamidun məcid. Allahumma barik ala Muhammedin və ala ali Muhammed kəmə barakta ala İbrahimə və ala ali İbrahim. İnnəkə hamidun məcid. Bu salavatı söylədikdən sonra Allah Resulü sallallahu aleyhi və səlləm 4 dənə şeydən Allaha sığınmağı bizlərə tövsiyə edir. Allahumma inna auzu bika min azabil qabr, qəbr əzabından, min azabi cəhənnəm, cəhənnəm əzabından, min fitnətil məsih dəccal, Məsih Dəccalın fitnəsindən, şərindən və həmçinin də dünya və qəbrin fitnəsindən, şərindən Allaha sığınmağı bizlərə tövsiyə edir. Və həmçinin də müsəlmanın qalasında gələn digər zikirləri Allah Resulü sallallahu aleyhi və səlləm bizlərə deməli oxumağı tövsiyə edərdi. Bu zikirləri söylədikdən sonra 2 rükətli namaz artıq bitir. Və Allah Resulü sallallahu aleyhi və səlləm sağa və həmçinin sola salam verərdi. Və bu salamın da müxtəlif formaları varid olub sünnədə. Birinci forması Esselamu aleykum və rəhmətullahi və barakatuh. Esselamu aleykum və rəhmətullah. İkinci forması Esselamu aleykum və rəhmətullah. Esselamu aleykum və rəhmətullah. Üçüncü forması necə ki Süleyman Ruheyli hafizahullah deyir Esselamu aleykum və rəhmətullah. Esselamu aleykum və rəhmətullah. Və yaxud da Esselamu aleykum və rəhmətullah. Bir dənə sağa verməklə Allah Resulü sallallahu aleyhi və səlləm kifayətlənərdi. Və bu dəyərli müsəlmanlar 2 rükətli namazın qılınma, forma və şəkili idi. Esselamu aleykum və rəhmətullahi və barakatuh. Əziz müsəlman bacı və qardaşlarım, ötən videomuzda biz 2 rükətli namazın qılınma forma və şəklini göstərdik. Və söylədiyimiz kimi Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin hədisini rəhbər tutaraq Sallu kəmə rəaytumuni usalli, mənim necə namaz qıldığımı görürsünüzsə elə də namaz qılın. Rəhbər tutaraq bu hədisi bugünkü videomuzda 3 rükətli, yəni məğrib namazının qılınma forma və şəklini qısa olaraq göstərəcəyik. Geniş şəkildə biz hamısını birinci videomuzda, yəni 2 rükətli namazın qılınmasında hər bir şeyi izah etdik. Məğrib namazın qılınma formasına gəldikdə isə ilk olaraq qibləyə Allah Resulü sallallahu aleyhi ve sellem yönələr, niyyət edilər qəlbdə, ondan sonra iqamə verilir. Allahu Ekber, Allahu Ekber, əşhədu ən la ilahe illallah, əşhədu ənə Muhammedən Rasulullah, hayyə aləs salah, hayyə aləl fəlah, qad qamətis salah, qad qamətis salah, Allahu Ekber, Allahu Ekber, la ilahe illallah. İqamə verildikdən sonra Allah Resulü sallallahu aleyhi ve sellem təkbir gətirərək namaza durardı. Allahu Ekber. Bundan sonra Sübhanəkə namazın açılış duası oxunur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim deyildikdən sonra Fatihə surəsi oxunur və Fatihə surəsi oxunduqdan sonra Quran-ı Kərimdə hər hansı bir surə, qısa bir surə oxunduqdan sonra Allah Resulü təkbir gətirərək Allahu Ekber rukuya gedərdi. Subhan Rabbiyəl Azim. Subhan Rabbiyəl Azim. Subhan Rabbiyəl Azim. Semiyallahu limen hamidə. Rabbana və ləkəl hamd. Allahu Ekber. Subhan Rabbiyəl Alə. Subhan Rabbiyəl Alə. Subhan Rabbiyəl Alə. Allahu Ekber. Rabbi xfir, Rabbi xfir, Rabbi xfir. Allahu Ekber. Subhan Rabbiyəl Alə. Subhan Rabbiyəl Alə. Subhan Rabbiyəl Alə. Allahu Ekber.
İkinci rükətə qalxdıqda yenidən Bismillahirrahmanirrahim deyilir, Fatihə surəsi oxunur. Ondan sonra yenidən hər hansı bir qısa bir surə oxuduqdan sonra yenə də Allahu Ekber deyərək Allah Resulü sallallahu aleyhi ve sellem rukuya gedərdi. Subhan rabbiyal azim, subhan rabbiyal azim. Semiyallahu limen hamidə, Rabbena ve lekel hamd. Allahu Ekber. Subhan rabbiyal ala, subhan rabbiyal ala, subhan rabbiyal ala. Allahu Ekber. Rabbighfir, rabbighfir, rabbighfir. Allahu Ekber. Subhan rabbiyal ala, subhan rabbiyal ala, subhan rabbiyal ala. Allahu Ekber. İkinci rükətdə təşəhhüdə oturduqdan sonra Allah Resulü sallallahu aleyhi ve sellem təşəhhüdü söyləyərdi və təşəhhüdə barmaq necə tutulur bu barədə də geniş şəkildə birinci videoda biz xəbər verdik. Ət-təhiyyatu lillahi vəs-salavatu vət-tayyibat və bu cür şəkildə Allah Resulü təşəhhüdü söyləyər. Həmçinin Əşhədü ən la ilahe illallah vahdehu la şərikə ləh və əşhədü ənə Muhammedən abduhu və rasuluhu. Allahumma salli ala Muhammedin və ala ali Muhammed kəmə salleytə ala İbrahim və ala ali İbrahim innəkə hamidun məcid. Və Allahumma barik ala Muhammedin və ala ali Muhammed kəmə barakdə ala İbrahim və ala ali İbrahim innəkə hamidun məcid. Bu yerində bir şey xatırlamaq istəyirəm fayda olaraq. Təşəhhüdün, yəni ikinci rükətdə olan təşəhhüddə salavata qədər demək və yaxud da salavat da daxil olmaqla söyləmək alimlər arasında ixtilaflıdır. Bəzi alimlər söyləyiblər ki, ikinci rükətdə təşəhhüd yarıya qədər deyilir. Yəni, salavata qədər. Digər qrup alimlər, bunların içərisində Şeyx Albani rahimehullah söyləyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrə, necə ki İbn Məsud, İbn Abbas və digər sahabələr deyir ki, bizə təşəhhüdü örgətdiyi zaman salavatla bir yerdə örgədərdi. Ona görə də bəzi alimlər deyiblər ki, burada ikinci rükətdə salavatı söyləmək də vaciblərdəndir, namazın vaciblərindəndir. Doğrusunu Allah bilir. Bundan sonra Allah Resulü sallallahu aleyhi ve sellem üçüncü rükətə qalxardı və üçüncü rükətə qalxdıqda Allah Resulü sallallahu aleyhi ve sellem yerdə təkbir gətirər, yəni Allahu Ekber deyər, ondan sonra yumruqlarını yerə qoyar və bu cür şəkildə üçüncü rükətə qalxardı. Bismillahirrahmanirrahim. Fatihə surəsini oxuyar, ondan sonra hər hansı bir surəni oxuduqdan sonra üçüncü rükətdə bu da Allah Resulünün unudulmuş sünnələrdəndir. Həmçinin də 4 rükətli namazlarda da, zöhr və əsr namazlarda da Allah Resulü 3-cü və 4-cü rükətlərdə Fatihədən sonra arada surə oxuyardı. Bunu sahabələr həmin o rükətlərdə Allah Resulünün uzun dayandığından bilərdilər. Uzun dayandığından bilərdilər. O da arada olar. Arada isə Allah Resulü nə edərdi? Heç bir surə oxumazdı. Fatihəni oxuyandan sonra kifayətlənərək Allahu Ekber deyib rukuya gedərdi. Subhan rabbiyal azim, subhan rabbiyal azim, subhan rabbiyal azim. Semiyallahu limen hamidə, Rabbena və lekel hamd. Allahu Ekber. Subhan rabbiyal ala, subhan rabbiyal ala, subhan rabbiyal ala. Allahu Ekber. Rabbighfirli, rabbighfirli, rabbighfirli. Allahu Ekber. Subhan rabbiyal ala, subhan rabbiyal ala, subhan rabbiyal ala. Allahu Ekber. Üçüncü rükətə qalxar və yenidən təşəhhüdü, ət-təhiyyatudan ta salavatı sonuna qədər deyər və salavatı da bitirdikdən sonra Allah Resulü sallallahu aleyhi ve sellem 4 şeydən Allaha sığınardı. Burada bir şeydə, bir sünnəni də nəzərinizə çatdırmaq istəyirəm, hansı ki Allah Resulü o sünnə əməli də edərdi. Deməli, Allah Resulü sallallahu aleyhi ve sellem sonuncu rükətdə, dəyərli müsəlmanlar, 3 və 4 rükətli namazlarda, yalnız və yalnız 3 və 4 rükətli namazların, fərz namazların sonuncu rükətində, təşəhhüddə, sonuncu təşəhhüddə oturduğu zaman həmişə oturduğu kimi oturmazdı. Allah Resulü sol ayağını sağ ayağının topuğu ilə dizinin arasından çıxardaraq yanı üstə bu cürünü oturar
sağ ayaq yenə də qiblə istiqamətinə baxardı. Buna tavarruq deyilir. Tavarruq oturuşu. 3 rükətli, yenə də deyirəm, 3 rükətli və 4 rükətli namazların sonuncu təşəhhüdündə Allah Rasulü bu cür şəkildə nə edərdi? Oturardı. Və bu da unudulmuş sünnə əməllərdəndir. Və bu dediyimiz kimi dəyərli müsəlmanlar, bu 3 rükətdən sonra, təşəhhüd bitirəndən sonra Allah Rasulü Əssəlamu aleykum və rəhmətullah, Əssəlamu aleykum və rəhmətullah bu cürünə deyərək namazı nə edərdi? Tamamlayardı. Bundan sonra Allah Rasulü sallallahu aleyhi və səlləmin bizlərə öyrətdiyi, yəni namazdan sonra bir çox dua və zikirlər gəlir. Və o dua və zikirlərin forması da Müsəlmanın Qalası adlı kitabda, həmçinin Səhih Dua və Zikirlər kitabı var, Şeyx Albani rahimahullahın. O kitabdan baxıb öyrənə bilərsiniz. Hansı ki, fərz namazından sonra edilən dua və zikirlərdir. Bir şeyi də nəzər çatdırım ki, bəzi məzhəblərdə namaz bitəndən sonra insanlar bir-biri ilə əl verib görüşürlər. Hər fərz namazından sonra əl verib bu cür şəkildə görüşürlər. Və yaxud da bəziləri namazdan sonra qucaqlaşaraq Allah qəbul etsin deyərək bu cür bir-birlərinə dua edirlər. Və soruşurlar ki, bu cür etmək sünnədə varid olunmu? Deyirik ki, belə bir şeylər sünnədə varid olmayıb. Çünki bizdən də əvvəl xeyirli insanlar, Allah Rasulü sallallahu aleyhi ve sellem, sahabələr, Əbu Bakr, Ömər, Osman, Həzrət Əli və onlara tabi olan xeyirli nəsildən heç kəs namazı bitəndən sonra əl ilə görüşməyə və yaxud da Allah qəbul etsin deyə belə bir zikir və dua etməmişdir. Ona görə də o günləri din olmayan bir şey bugün də din ola bilməz. Əgər Allah qəbul etsin duası namazdan sonra deyilmiş olsaydı, sözsüz ki Allah Rasulü bu barədə bizlərə xəbər verərdi. Lakin nə Buxari, nə Əbu Davud, nə Müslim, nə Tirmizi, nə İbn Məcə, digər sünnən və müstədrək əsərlərin heç birində namazdan sonra Allah Rasulünün bu cürünə dua etməsi varid olmamışdır. Bu da, dəyərli qardaşlarım, 3 rükətli, yəni məğrib namazının qılınış forma və şəkilidir. Allah'a emanet olun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, Allah subhanahu wa ta'ala izni ilə 2 rükətli və həmçinin də 3 rükətli namazların qılınış forma və şəklini ötən videolarımızda göstərdik. Bu günləri isə inşallah 4 rükətli namazların, yəni zöhr, əsr və işa namazlarının qılınış formasını və şəklini göstərəcək. Yenə də ötən dərslərdə olduğu kimi Allah Rasulü Muhammed sallallahu aleyhi ve sellemin hədisini "Sallu kəmə rəaytumuni usalli", mənim necə namaz qıldığımı görürsə elə də namaz qılın hədisini rəhbər tutaraq bu namazların qılınış forma və şəklini göstərməyə çalışacaq. Və namazın formasını göstərməmişdən öncə bir şey xatırınıza, nəzərinizə çatdırım ki, dəyərli müsəlmanlar, namaz İslam dininin dirəyidir. İslam dininin dirəyi olduğu üçün namaza müsəlman olduqca çox diqqət etməlidir. Və elhamdülillah biz bilirik ki, Allah subhanahu wa ta'ala bir gün ərzində bizlərə 5 dəfə namaz qılmağı əmr etmişdir və fərz etmişdir. Hər bir həddi buluğa çatan, ağlı başında olan bir insana, bir müsəlmana Allah subhanahu wa ta'ala gündəlik 5 dəfə namaz qılmağa bizlərə əmr etmişdir. Və bu namazın da qılınış formasını bizlərə Allah Rasulü öyrətmişdir və onlar bizlərə hədislər vasitəsilə ötürülüb və gəlib çatmışdır. Və elhamdülillah ki, o namazı da Allah Rasuluna Allah subhanahu wa ta'ala izni Cəbrail aleyhissalam öyrətmişdi. Necə ki, hədislərdə gəlir ki, Cəbrail aleyhissalam Allah Rasulunun yanına gəlir, ona namazın girmə vaxtlarını, çıxma vaxtlarını, namazın necə qılınmasını onunla bərabər qılaraq Allah Rasuluna öyrədir. Və biz bilirik ki, Allah Rasuluna gündəlik 50 dəfə meyraca gedərkən namaz qılmaq əmr olunmuşdu. Lakin Musa aleyhissalam meyrac vaxtı Allah Rasuluna tövsiyə edir ki, Allahdan
bu namazlarının sayının azaldılmasını istəsin. Və Allah Rasulü bu namazların azalmasını Allahdan istəyərək 5 namaza kimi enir. Ona görə də Allah Subhanahu wa Ta'ala buyurur ki, o 5 dənə namaz 50 dənə namazın savabını alacaq. Ona görə dəyərli müsəlmanlar, namaz dinin dirəyidir və mühümdür və çalışın ki, namazlarınıza olduqca çox diqqət edəsiniz. Hətta vay olsun o namaz qılanların halına ki, onlar namazlarından qafildir, onlardan olmayaq. 4 rükətli namazda eyni ilə digər namazlarda olduğu kimi Allah Rasulü qibləyə yönələr, niyyəti qəlbdə edər və iqamə verirlər. Allahu Ekber, Allahu Ekber, Əşhədu ən la ilahe illallah, Əşhədu ənə Muhammedən Rasulullah, Hayyə aləs-salah, Hayyə aləl-fəlah, Qad qamətis-salah, Qad qamətis-salah, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber. Bundan sonra birinci rükətdə Allah Rasulü namazın açılış duasını istiftah oxuyar. İstiftahdan sonra, Subhanəkədən sonra, Auzubillahiminəşşeytanirracim, Bismillahirrahmanirrahim, Fatihə surəsi oxunur. Fatihədən sonra hər hansı bir Quran-ı Kərimdən surə oxunur. Və bundan sonra Allahu Ekber deyərək Allah Rasulü rükuya gedər. Subhanə Rabbiyəl azim, Subhanə Rabbiyəl azim. Bir şey fayda olsun qeyd edirəm ki, ruku və səcdədə edilən zikirlər ki var, Subhanə Rabbiyəl azim və yaxud da Subhanə Rabbiyəl alə, bu zikirləri etmək namazın vaciblərinə aiddir. Bu zikri söylədikdən sonra müsəlmanın qalasında olan digər zikirləri söyləmək olar. Sayına gəldikdə isə bir dəfə demək vacibdir. Yəni ən azından Subhanə Rabbiyəl azim bir dəfə deməlisən. 2 dəfə, 3 dəfə, 5 dəfə, 10 dəfə demək isə artıq bunlar sünnə olan əməllərdəndir. Semiyallahu limen hamidə, Rabbana və ləkəl hamd, Allahu Ekber. Yenə də digər namazlarda olduğu kimi gözlər bağlamaq olmaz səcdədə. Səcdə yerinə baxılır və 7 dənə əza üzərinə səcdə etmiş olursan. Subhanə Rabbiyəl alə, Subhanə Rabbiyəl alə. Allahu Ekber, Rabbi xfirli, Rabbi xfirli, Rabbi xfirli. İki səcdə arasında bir fayda var, onu da qeyd edeyim sizə, dəyərli müsəlmanlar. İki səcdə arasında Allah Rasulü sallallahu aleyhi və səlləm həm təşəhhüddə biz necə otururuqsa bu cürünə oturardı və həmçinin də unudulmuş sünnə əməllərdəndir ki, iki səcdə arasında Allah Rasulü iqa deyilən bir oturuş var, iqa oturuşu. Bax, bu cürünə oturardı. İki səcdə arasında bax, bu cürünə oturardı. Rabbi xfirli dediyi zaman. Bu da unudulmuş sünnə əməllərdəndir. Ona görə də arada bu cürünə oturmaq da Allah Rasulunun sünnəsinə əməl etmək deməkdir. Rabbi xfirli dedikdən sonra Allahu Ekber deyər ikinci səcdəyə. Subhanə Rabbiyəl alə, Subhanə Rabbiyəl alə, Subhanə Rabbiyəl alə. Allahu Ekber. İkinci rükətə qalxdıqda Bismillahirrahmanirrahim, Fatihə surəsi oxunur. Ondan sonra hər hansı bir surə və yenidən Allah Rasulü təkbir gətirərək rükuya gedərdi. Allahu Ekber. Subhanə Rabbiyəl azim, Subhanə Rabbiyəl azim. Semiyallahu limen hamidə, Rabbana və ləkəl hamd. Allahu Ekber. Subhanə Rabbiyəl alə, Subhanə Rabbiyəl alə. Allahu Ekber. Rabbi xfirli, Rabbi xfirli, Rabbi xfirli. Allahu Ekber. Subhanə Rabbiyəl alə, Subhanə Rabbiyəl alə, Subhanə Rabbiyəl alə. Allahu Ekber. İkinci rükətdə Allah Rasulü təşəhhüdə oturar və təşəhhüdə oxuyardı. Ət-təhiyyatudan başlayar və söylədiyimiz kimi salavatın sonuna qədər oxuyardı. Salavatın sonunda oxuduqdan sonra Allahu Ekber deyərək yerdə və qiyam halına qalxar üçüncü rükətə. Yenidən Bismillahirrahmanirrahim, Fatihə surəsi oxuyar və ötən dərsdə də söylədiyimiz kimi 4 rükətli namazların 3-cü və 4-cü rükətlərində hərdən Fatihədən sonra surə oxuyardı. Hərdən isə oxumazdı. Allahu Ekber deyər, rükuya gedər. Subhanə Rabbiyəl azim, Subhanə Rabbiyəl azim. Semiyallahu limen hamidə, Rabbana və ləkəl hamd. Allahu Ekber.
Subhan rabbiyal ala. Subhan rabbiyal ala. Allahu ekber. Rabbi gfir, Rabbi gfir, Rabbi gfir. Allahu ekber. Subhan rabbiyal ala. Subhan rabbiyal ala. Allahu ekber. Yeniden Bismillahirrahmanirrahim. Fatih suresi okudıktan sonra Allahu ekber rukuya giderdi. Subhan rabbiyal azim. Subhan rabbiyal azim. Semiyallahu limen hamide. Rabbena ve lekel hamd. Allahu ekber. Subhan rabbiyal ala. Subhan rabbiyal ala. Allahu ekber. Rabbi gfir, Rabbi gfir. Allahu ekber. Subhan rabbiyal ala. Subhan rabbiyal ala. Subhan rabbiyal ala. Allahu ekber. Dördüncü rükətə qalxar və Allah Resulü təşəhhüdü yenidən başdan ta salavatın sonuna qədər oxuduqdan sonra bizlərə öyrətdiyi kimi 4 dənə şeydən Allaha sığınardı. Və fayda olsun bir şeyi də nəzərinizə çatdırım ki, təşəhhüddə barmaq ta başdan sona qədər, salama qədər, salam verən namazdan çıxana qədər tərpədilir. Və söylədiyimiz kimi bütün namazlarda namaza daxil olduğunda yalnız səcdə yerinə baxırsan. Bir dənə təşəhhüddədir ki, təşəhhüddə barmaqlara baxılır. Və təşəhhüddə də başdan sona qədər barmaq tərpədilir və ondan sonra 4 dənə şeydən Allaha sığınır və ondan sonra Allah Resulü sallallahu aleyhi ve sellem buyurardı ki, istədiyin kimi Allahdan dua et və dilə. Və bundan sonra müsəlman istədiyi duanı edə bilər. Və çox vaxt sual verirlər ki, həmçinin səcdələrdə və yaxud da təşəhhüddə Azərbaycan dilində dua etmək olarmı? Biz söyləyirik ki, bəli. İstədiyin dildə Allaha dua edib yalvara bilərsən. Sözsüz ki, ən gözəli, əgər ərəb dilini bilirsən, ərəb dilində etməkdə o duaları, əgər bilmirsənsə, həm səcdədə, həmçində təşəhhüdü bitirəndən sonra salamdan qabaq Allah Taalaya dua edə bilərsən. Bundan sonra Allah Resulü sallallahu aleyhi ve sellem salam verərdi. Esselamu aleykum və rəhmətullah. Esselamu aleykum və rəhmətullah. Və bununla namazı bitirərdi. Namazı bitirdikdən sonra söylədiyimiz kimi müsəlmanın qalasında keçən bir çox dua və zikirlər var. O zikirləri fərz namazından sonra söyləmək olar. Və şərt deyil ki, orada yazılanların hamısını bir dəfəyə edəsən. Bir qismini bir namazda, digər qismini isə o biri namazda oxumaq icazəlidir. Elhamdülillah, dəyərli müsəlmanlar, bu da Allah Resulü sallallahu aleyhi ve sellemin 2 rükətli, 3 rükətli və həmçinin 4 rükətli namazların qılınış formasıdır. Allah həmd olsun ki, Allah subhanahu taala bizləri bunları çəkib sizlərə göstərməyi bizlərə nəsib etdi. Dua edirəm ki, Allah subhanahu taala bu dərslərimizi İslam ümməti üçün, Muhammed ümməti üçün xeyirli, bərəkətli və faydalı etsin və insanların namaz qılıb öyrənmələri üçün bir vəsilə və səbəb etsin. Allah'a emanet olun. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu.